Gəldik A bəndinə baxaq. Ola bilərmi, ola bilməzmi? X-in yerində natrium. Natrium 3 ilə də reaksiyaya girə bilər. Y-in yerində deməli karbon. Bu da ola bilər. Amma Z alüminium ola bilməyəcək. Çünki amalqama su ilə reaksiyaya girə bilər, amma hidrogenlə yox. A bəndi getdi. Gəldim C-ni yoxlayıram. X-in yerində natrium, bəli, bu ödəyir. Natrium su ilə də reaksiyaya girir. Oksigenlə də, hidrogenlə də. Y-in yerində amalqama. Amalqama, bəli, oksigenlə də reaksiyaya girər, su ilə də. Z-in yerində xlor. Xlor həm hidrogenlə, həm su ilə reaksiyaya girər. C bəndi. Deməli, cavabımız oldu C variantı. Niyə görə Y variantı olmur? Çünki Y-i qoyublar xlora. Xlor oksigenlə reaksiyaya girməz. Amma bizim Y maddəmiz xlorla reaksiyaya girməlidir. 33-cü məsələni eləyən var? Xeyr, mənim yazamam. Deməli, 200 qram 10,6 faizli. Birinci məhlullarımızı qarışdıranda 200-ün üstünə 200 gəlsəm, bu nə qədər eləməlidir? Bu 400 eləməlidir. İndi sadəcə mənə lazımdır ki, bu maddələr bir-biri ilə reaksiyaya girəndən sonra görüm ki, qabın içindən uçan və ya çökən bir şey var, yoxsa yox. Məhlulun kütləsini onlar azaldacaq. 200-ü vurdum 10,6-ya. Bu elədir 21,2. Daha doğrusu faizini tapdım da 10,6 faizini tapdım. Bu elədir 21,2. Eyni şəkildə gəldim 200-ün 11,1 faizini tapdım. Bu da eləyəcək nə qədər? 22,2. Deməli, bu mənim natrium karbonatımın kütləsidir. Natrium karbonat təbii ki, reaksiyaya girir kalsium kloridlə. Niyə görə? Çünki ikisi də suda həll olan duzdur. Hardan bilirəm suda həll olanı? Bunun çöküntü duzu yoxdur. Kalsiumun da çöküntüsü, daha doğrusu xlorun da çöküntüsü gümüşlə idi. Reaksiyaya, yəni ilk şərt duzların ikisi də suda həll olur. Amma reaksiya nəticəsində nə əmələ gəldi? Kalsium karbonat CO3. Üstə gəlmək. Natrium. Belə yazır. Xlor. Burada əmsal düşdü 2. Deməli, indi natrium karbonat və kalsium klorid reaksiyaya girdi. Əmələ gələn kalsium karbonat məhlulun içində qalmır axı, çökür. Ona görə də biz burada hökmən bunun kütləsini hesablayıb nəzərə almalıyıq. Əgər 106 götürsəydik natrium karbonatdan, kalsium kloriddən də götürsəydik 11, bu zaman 100 qram çöküntümüz alınırdı. İndi nə qədər götürmüşük? 21,2. 5 dəfə azaldılmış variantdırmı? Bəli. Nə qədər götürmüşük kalsium kloridi? 22,2. Yenə də 5 dəfə azaldılmış variantdırmı? Bəli. Onda kalsium karbonat nə qədər olacaq? Deməli 20. 5 dəfə azaldılmış. Deməli 400-dən də 20-ni çıxanda cavab qalar 380. Aydındır? Bəli. Sonra gəldik 34-cü suala. Hidroliz mərhələlərinin sayı 3 mərhələ verib. O zaman A, B, C variantları avtomatik getdi. Çünki oradakı duzların heç biri 3 mərhələdə dissosiasiya eləməz. 3 mərhələdə dissosiasiya üçün ya mənim kationumun sayı 3 olmalıdır, ya da anionumun sayı 3 olmalıdır ki, bu da D ilə Y-dədir. İndi gəldik 34-də bizə bir şərtdə deyir ki, hidroliz zamanı mühitdə hidrogen iyonlarının qatılığı OH-dan çoxdur. Demək ki, mühitimdə bol miqdarda hidrogen iyonu var. Hidrogen iyonu da kimdən ayrılar? Hidrogen iyonu da ayrılar qüvvətli turşudan. Deməli, bizim duzumuz qüvvətli turşu və zəif əsasdan əmələ gəlib. O da oldu D variantında. Gəldik, deməli, burada amonyaka. Amonyak yanma deyirsə, məhsulu nədir bu reaksiyanın? Azot və su.
Və manqan 4 oksidin xlorid turşusu ilə reaksiyasından məhsullarımız nədir? Manqan xlor 2, bir də su. Bəli, manqan xlor 2 və su. Və buradan da aydın görürəm ki, hər iki reaksiyada eyni olan hansı məhsuldur? Su. Deməli, X bizdə sudur. O zaman Y burada azotdur. İndi deyir ki, bizə X ilə T reaksiyası disproporsiyadır. X oldu bizdə su. Bu məhsullarımın içində kimdən disproporsiya verər? Təbii ki, xlorla. İndi temperaturdan asılı olaraq H-xlor O da əmələ gələ bilər və su da H-xlor O3 də əmələ gələ bilər. Deməli, T də oldu bizim onda xlorumuz. Bu halda Z maddəmiz oldu manqan xlor 2. Mürəkkəb maddələri müəyyən eləyin deyirsə, X ilə Z. Cavabımız da oldu B variantı. Aydındır? Tamam. Sonra gəldik 36-cı suala. 36-cı sualda bizdən nə istəyirlər? Kükürdlə reaksiyaya daxil olan maddə, sonra kükürd dioksidlə reaksiyaya daxil olan maddə, hər ikisi ilə və indi bax, gözümün qabağına kükürdü də yazıram, kükürd dioksidi də və dərhal mən başa düşürəm ki, bu suyu X-a yaza bilmərəm, 3-ü 1-ə yaza bilmərəm. Niyə görə? Kükürd nə suda həll olur, nə də su ilə reaksiyaya girir. Ona görə X-in altında 3 olanları tez özüm üçün çıxartdım. X-in altına və Y-ə gəldik. Hidrogen həm kükürdlə reaksiyaya girə bilər, həm də kükürd dioksidlə. Kükürdlə reaksiyasından bilirəm ki, H2S alınır. SO2 ilə də reaksiyasından su plus kükürd alınır. Ona görə biri yazdım bura. İndi sonra əlimdə 3 avtomatik bildik ki, bura gedə bilər ancaq, başqa variantı yoxdur. Bu halda deməli, nitrat turşusu da gedəcək sadəcə bura. Deməli, 2, 1, 3. Bu da bizim C variantımızdır. Aydın oldu? Bəli. Sonra gəldik 37-yə. Bu nisbətən rahat sualdır. Karbon reaksiyaya girəndə 2A sərf olunsun, X-dan da A. Elə ən rahatı gəlin karbonun bütün bu maddələrlə reaksiyasını yazaq. Kalsium karbonla reaksiyaya girsə nə alınır? Görüm kimlər var dərsdə heç xəbərim Kalsium yoxdur. karbid. Nə azıq biz, nə azıq. 12 nəfər. İndi bunun şəklini çəkim atım mən ki, valideynlər qrupuna bir dəqiqə getməsin. Tamam. Deməli, kalsium karbid alınır. Kalsium karbiddə karbonun oksidləşmə dərəcəsi neçədir? Yadımıza da salaq. -4. Mənfi, kalsium müsbət keçsə mənfi 1. Və gəldik. Burada alındı karbon disulfid. Kükürdün burada oksidləşmə dərəcəsi neçədir? Mənfi 2, karbon müsbət 4. 2 düşdü bura. Burada 2 düşdü bura. Sonra karbon plus azot. Reaksiyanın məhsulu nədir? C2. Disiyan. Bəli, CN2. Sonra burada da azot mənfi 3-dədir. Yadımızda qalsın. Sonra karbon üstə gəlmək kim qalır burada? Başqa hidrogen. Bu da CH4. Deməli, görürük ki, harda karbonun əmsalı onunla reaksiyaya girən maddədən 2 dəfə artıq oldu. 1 oldu, burada mən səhv yazmışam. 2 bura yox. Oy, çaşdım. 2 bura yox, bura düşməlidir. Deməli, 1 kalsium karbiddə, bir də oldu disiyanda. Deməli, bu da kimdir? 1 ilə 3. Yəni, A bəndi. Yaxşı. Sonra gəldi növbəti suala. X N iyonu Y2 iyonuna 3 elektron verdikdə yükləri bərabərləşir. İndi, əgər Y2 müsbət 3 elektron alsa, neçəyə gələr? -1-ə. Mənfi 1-ə. İndi deməli, XN də
özündən 3 elektron itirəndən sonra gəlib -1-ə. Çətinlik çəkəndə bunu ədəd oxunda da tapa bilərsiniz. 0, 1, -1, -2, -3, -4. Mən Bura olur 1, 2, 3, 4, 5, 6. İndi deməli, əgər üzü yuxarı gedirsə elektron verir, üzü aşağı gəlirsə elektron alır. X deyir ki, bərabərləşib, -1-də olub. Y elektron itirəndən sonra -1-ə gəlib. Nə qədər elektron? 3 elektron. Deməli, 3 vahid aşağıdaymış da. 1-dən 3 vahid də geri gedəndə gəlib düşür -4-ə. Deməli, bizim Xn ionumuz X üstü -4-deymiş ki, 3 dənə elektron verəndən sonra bərabərləşib. Sonra keçək növbəti səhifəyə. Kim var? Burada Nihat var. Sonra gəldik 39-a. Bu rahat sualdır. Deməli, həm oksidləşdirici, həm reduks edici xassiyyət kimə aid oluna bilməz? Flora. Flora aid oluna bilməz. Sadəcə oksidləşdirici. Deməli, 1 bura yazılacaq. Qaz halındadır. Brom nə halında idi? Maye. Maye. Aha, Maye. deməli 2 bura aiddir. Müsbəti də görən kimi avtomatik bilirik ki, bu ancaq bura aid oluna bilər. Deməli, X-a 2, bu da oldu C variantı. İndi buten 1-in formulu mənə kim desin? Buten 1-in formulu mənə desin Süleymanzadə Nuray. Deməli, 4 dənə karbon çəkirik. Aha, Elə bir belə alınacaq. CH2, 2 qat CH, CH2, CH3. bəli, CH2, CH3. Sonra butin 1-in də formulu mənə desin kim? Desin Fidan. Kim biridir? CH4 3 qat, karbon, bir dənə xətt, CH2, bir xətt, CH3. Bəli, CH3. İndi gəldik. Molekulda 3 qeyri-polyar siqma rabitə. Qeyri-polyar siqma rabitə deyəndə kimlərin arasındakı rabitəni nəzərdə tuturuq? Karbonlar arasında. Karbonlar arasında. Sigma, sigma, sigma. Sigma, sigma, bəli, sigma. Deməli, bu hər ikisinə aiddir. Ona görə bunu yazdıq ortaya. 1 mol H-brom ilə brom butan əgər ana keçirsə artıq 1 molu ilə, demək ki, burada bir dənə pi rabitəmiz var. Bəli, bu aiddir buten 1-ə. 2-ni yazdım bura. Su ilə reaksiyasından butanon, keton, bura oksigen gələcək. Bu, bəli, 2-yə aiddir. Molekulunda 1 metil. Burada da bir dənə metil var. Burada da bu qrupun adı metilendir. Bəli, bu hər ikisinə aiddir. 4 də getdi bura. İndi ən diqqətli olmaq lazım olduğumuz buradakı 3 cavablarımız da buradadır. Bu da olur A bəndində 2, 3, 4. Sonra gəldik. Natrium nitrat və mis-2 nitratdan ibarət qarışığın termiki parçalanması. Natrium nitrat. Nəyə parçalanar? Mənə desin Elnur. Natrium nitrit, natrium nitrat, bir də oksigenə. Elə natrium nitritə və oksigenə. Deməli, bura bir dənə əmsal yazaq, elə 0,5. Bu da bizim düppədüz reaksiyamız. Sonra mis-2 nitrat. Mis-2 nitratın da parçalanma məhsulları mənə desin kim? Mənə desin, kim var burada? Kim var? Sərvan desin. Mis oksid, oksigen bir de NO2. Mis-2 oksid, NO2 və O2. Deməli, yenə də reaksiyanı bu halda belə əmsallaşdırsam, heç kim mənə asıb kəsməz. Çünki hamı düzdür. 1 mis, 1 mis. Oksigen, azot 2, 2. Oksigen nə qədər olmalıdır? 6. 1-i burada, 2-ni 2, 4-ü burada, 0,5-i də 2-yə vuranda 1, 1-i də burada. İndi bizə deyir ki, 2 mol azot dioksid. Azot dioksid təbii ki, buradan alınacaq. Əgər bu 2 mol alınıbsa, deməli, buradan 1 moldur və 0,7 mol. Əgər 2 mol NO2 alınıbsa, deməli, elə 0,5 oksigenimiz də buradandır. Oksigenlər ikisi bir yerdə 0,7 olmalı idisə, deməli, bu reaksiyadan bizə alınıb 0,2.
1 mol mis-2 nitratın kütləsi mənim əzbər yadımdadır, 188-dir. Natrium nitrat da bura 23, burada 62. 23-ün də üstünə 62 gələndə 85. Deməli 85-dən 0,5 mol ayrılırdı. İndi 0,2-yə ayrılar x. Bu da olar deməli nə qədər? 85-i vurdum 0,5-ə böldüm. Daha doğrusu 85-i vurdum Mən 0,10. 0,2-ni yazdım. Oksigen 10,7 verməyib. 10,7-nin 5-i buradan alınır axı. İkisindən də alınır oksigen. Təkcə bir yerdən alınmır. Buradan alınan oksigeni neyniyək bəs? Ha. 0,2-yə vurub böldüm 0,5-ə. Bu da elədi 34. Və başlanğıc x-i soruşursa 34 ilə də 188-i topladıq. Bu da elədi 222, burada B variantındadır. Aydın oldu bu məsələ? Bəli. Aha. Bəli. Sonra gəldik 42-yə. Deməli, qısa elektron formulu 3s1. Bu neçənci dövr, neçənci qrupdur Minayə? 3-cü dövr 1-ci qrup. Aha, onda indi radiusu səncə bu ikinci dövrlərdən böyükdür, yoxsa kiçik? Böyük. Bəli, böyükdür. Ən böyüyündə azalma dediyinə görə. Sonra 2s2, 2p5 var, 2s2, 2p3 var. Cavid, onda ən kiçik hansı olar burada? Y ən kiçik olacaq. Bəli, y ən kiçik, z də getdi ortaya. Deməli, x, z, y hardadır? D-dədir. Gəldik 43-ə. 43-ün əslində kimyanın bir əlaqəsi yoxdur. Bu riyaziyyatdır tərtəmiz. X bölmək y nədir? 7-nin 8-ə. İndi baxıram ki, x-dan bir ədəddir. Onda deməli bunu 7 götürüm. Y-dən də nə qədərdir? 2 ədəd. 2 ədədi 8-dirsə, bir ədəd olacaq 4. İndi mənə deyir ki, x ilə y-in formulu elə ki, kütlə nisbəti 7-nin 6-ya olsun. Bax, x-dan 7-dir, yəni onda x-dan bir ədəd yazdım. Y-in 1-nin kütləsini tapmışdım 4. 6 olmaq üçün y-dən nə qədər götürməliyəm? 1,5. Düzdür? 1,5-i 4-ə vuranda oldu 6. İndi mənim indekslərimdə də bütöv ədədlər olmalıdır deyə, o zaman 2 dəfə artırsam hər ikisini. x2, y3. Cavabımız da oldu B variantı. Aydındır? Bəli. Aha. Sonra gəldik 44-ə. Bu reaksiya sənayedə hansı maddənin alınması üçün istifadə olunur? Silisium. Fosforun. Fosforun. Alınır kalsium metasilikat, Dəm fosfor, qazı, bir də fosfor. bəli, dəm qazı. İndi bizim X maddəmiz həm oksigenlə, həm hidrogenlə. Kalsium metasilikat duzdur, heç biri ilə reaksiyaya girməz. O zaman X deməli dəm qazıdır. Hidrogenlə reaksiyasından bilirəm ki, alınar metil spirti. Oksigenlə də reaksiyasından karbon qazı. Y də sadəcə oksigen, hidrogenlə reaksiyaya girmirsə P. Bu halda bizim Z maddəmiz kalsium metasilikat. Y və Z maddələri üçün ümumi olan ifadəni tapın. Həm Y üçün, həm Z üçün ümumi olan nədir? Kristal qəfəs. Duzlar hansı kristal qəfəs əmələ gətirir? İyon. İyon. Fosfordakı ağ fosfor molekul, o birisilər atom. Oksigen atomu mümkün deyil. 4 atomlu bunun atom sayı çoxdur. Mürəkkəb maddə yox, adi şəraitdə bərk haldadır. Təbii ki. Gəldik bura, sxemə uyğun, bəli, Burada məsələn bunu əmsallaşdırırsan necə edir? əmsallaşdırsaq, Reaksiya. əmsallaşdıraq gəl. Deməli, kalsium 3, PO4, 2, üstə gəlmək karbon, üstə gəlmək silisium O2, alındı kalsium, silisium O3, üstə gəlmək dəm qazı və fosfor. Elə kalsiumla başlayım bərabərləşdirməyə. 3-dür, burada 1-dir, bura yazdım 3. Fosfor 2-dir, burada 1-dir, bura yazdım 2. Deməli, mənim
Silisiumum oldu 3 ədəd. Onu da bura yazdım 3. İndi oksigenlərimə baxıram. Burada 8 üstə gəlmək 6. 8-in üstünə 6 gələndə eləyir 14. 9-u buradadırsa, onda bura bir 5 yazdım. 5 də bura yazdım. Ha, belə yaxşı. Hı. Bəli. Tamam. Sonra Tamam. buyur. Sonra gəldik 45-ə. 45-də bizdən nə istəyir? Deməli, silisium burada gördüyümüz kimi AD, BC, AC, BD alınır. Deməli, bu bizim hansı reaksiyamızdır? Dəyişmə və ya mübadilə. Burada bilirik ki, Markovnikovun əksinə birləşmə baş verəcək. CH2 xlor, CH2, COOH. Xlor, daha doğrusu 3 xlor propan turşusu. Bu bizim hansı maddəmizdir? C6H5OH. Bu reaksiya gedir kimi? Bu, gedir. 2 qat rabitə olduğuna görə gedir. Olsaydı, tək qat olsaydı getməzdi. Bu qəşəng də gedir. Fenoldur. Fenolda turşuluq xassəsi olduğuna görə C6H5O natrium üstə gəlmək su. Sonra bu maddəmizin adı nədir? C6H5NH2. Anilin. Anilində əsasi xassiyə olduğuna görə burada fenil, amonium, klorid, duz əmələ gələcək birləşmə. Bu da bizim mürəkkəb efirimizdir. Sirkə turşusunun metil efiri. Olacaq CH3, COO kalium, üstə gəlmək CH3OH. Deməli, indi dəyişmə reaksiyası hansı oldu? 2-4. Aferin. Kimdəsə nəsə sual qaldı bura aid? Keçdik növbəti. Gəldik bizim bu vürs reaksiyamıza uyğun olan bir məsələdir. Natrium üstə gəlmək C2H5 brom. Reaksiyanın məhsulun mənə desin kim? Sakit desin. Sakitin səsi gəlmədi. O zaman Nuray desin. Vürs reaksiyası natrium bromid və C4H10 əmələ gəlir. Bəli, C4H10 əmələ gəldi. Əmsallaşdırdım da. Amma düppədüz əmsallaşdım. Deməli, buradan alınan X, A mol X qazıdır. X qazımız butandır. Sonra 0,2 mol Y ilə orta molyar kütləsi 30 olan qarışıq əmələ gətirəcək. Əvvəl biz hesablayaq ki, 21,8 reaksiyaya girsə nə qədər bu X qazımızdan alınardı. İndi bura 29-dur. 29-un üstünə 80 gəlsəz. 29 üstə gəlmək 80. Neçə elədi? 109. 2 vurmaq 109 olsaydı, olardı bizim 1 mol. Elə 2-ni 109-a vuranda 200. Deməli, bu 10 dəfə azalıbsa, alınan duzun da molyarı, molu 10 dəfə az olacaq. 0,1 mol bizim oldu C4H10. İndi M ortanın düsturunu yazım. 30 bərabərdir. 0,1 vurmaq. Bu neçədir? 48 üstə gəlmək 10. 58 üstə gəlmək nə qədərdir bu? 0,2 Y. Aşağıda da 0,1 plus 0,2 verilən mollar. Çünki A molu tapdıq. A-nı tapmışıq buradan. Buradan 9 bərabərdir. 5,8 üstə gəlmək 0,2 Y-ə. 9-dan mən 5,8-i çıxsam qaldı 3,2 bərabərdir 0,2 Y-ə. Y də bərabərdir 16-ya. Var idi mi? Bəli, Y variantında. Aydındır uşaqlar? Biraz mərhələli məsələdir. Sonra gəldik biz kimə? 47-yə alkanların. Alkanların yanma reaksiyası CnH2n plus 2 oksigndə yandı. Bütün üzvü maddələr yananda nə alınır?
Karbon qazı su. Bəli, indi karbonun indeksində N olduğuna görə N mol karbon qazı aldım və hidrogenin də indeksindəki ədədi böldüm 2 yerə. İndi N+1 ifadədir burada su. Oksigenim də 2N buradan, N+1 də buradan. 3N+1 bölmək 2. Bizə deyir ki, 1 molu yanıb. Bu zaman oksigenin mol miqdarı karbon qazından 3 mol çox olub. Oksigen nə qədərdir? 3N+1 bölmək 2. Karbon qazı nə qədərdir? N. Deməli, bunların fərqi olmalıdır 3. 3N+1 çıxmaq 2N 6. Buradan da N bərabərdir 5-ə. Məsələnin birinci hissəsi bitdi. Karbon atomlarının sayının 20%, 5-in 20%-i 1-dir. Bu da deyir, üçlüdürsə. 5 karbonun bir dənə də üçlü düzəltdim. Bunu da hidrogenlərin düşsəm yanına. Bu da oldu bizim nə? 2 metil butan beynəlxalq adı. Aydındır? O yazdıq ya birincidə bərabər 3. Onun yerinə nə deyir? Çünki baba burada bizə deyir ki, yanmasına sərf olunan oksigenin mol miqdarı 3, alınan karbon qazının mol miqdarı A. Yəni, oksigen karbon qazından 3 mol artıq sərf olunur. Mən də deyirəm ki, alkanın 1 molu yananda 3N+1 bölmək 2 mol oksigen alınır, N mol da karbon qazı. Şərtə görə bu ifadələrin arasındakı fərq 3 olmalıdır. Və yaxud yaza bilərdik ki, N+3 bərabərdir 3N+ bölmək 2-yə. A-nın yerində elə bil burada N durur. Bu ifadənin də yerində 3N+1 bölmək 2 durur. Aydındır? Bəli. Tamam. Sonra gəldik 48-ə. Hansı reaksiyalarda? Burada bax, diqqətli olaq. Reduksiya məhsulu bəsit maddədir. Aydındır ki, bu reaksiyaların hamısında bizim bəsit maddəmiz alınır. Buradan bu laboratoriyada silisiumun alınmasıdır. Burada söhbət tam yanmadan gedirsə, SO2 plus su alınar. Natamam yanma getsə, kükürt plus su alınar. Burada isə CO plus H2. İndi baxaq. Azot neçə idi burada? Mənfi. Bəsit hala gələnlər kimdir? -3-dən 0-a. -3-dən 0-a reduksiyada oksidləşmə. Oksidləşmə, elektron itirib. Maqnezium 0-dan, indi mən bəsitə baxıram da, mənə lazımdır bəsit maddə. Silisium müsbət 4 idi, 0-a gəlib. Oksidləşmədir, reduksiya? Reduksiyadır, elektron alıb. Burada heç baxmıram bəsit maddə. İndi burada baxıram, bəsit hala keçən kimdir? Hidrogen. Müsbət 1-dən 0-a gəlib. Deməli, yenə də elektron alıb. Cavabımız 2, 4, B bəndi. Bunun əvvəli düşməyib uşaqlar. Bilmirəm, kimdəsə varsa görə bilirdisə. Çünki əvvəlin görməyəndə kimdən ibarət qarşılıq. Ona görə həll eləyə bilmədim mən də ki. Kimiymiş, bilmədim əvvəlin. Eyb yox, o qalsın. Sonra gəldik. Asetilen, bu rahat sualdır. Asetilen necə yazılır? Bunu mənə desin kim? Kim desin? Aha, S2H2 yaxşı, öz-özlüdür. Baxın, bura nə yazmışsınız? Çatı görmürəm mən belə. İnternet getmişdi, eyb yox. Yəni. Deməli, S2H2. Burada atom sayı 4-dür. İndi mənə lazımdır atom sayı 16 olan benzol C6H6, divinil C4H6, tolol C7H8, izopren C5H10, stirol C8H8. Yığcam formulları da bilmək lazımdır. Cavabımız olur D bəndi. Gəldik 51-ci sual. Metal xlorid turşusu ilə reaksiyaya girir, amma sink sulfat məhlulu ilə reaksiyaya girmir.
Burada kalsium da sizi çaşdıra bilər. Çünki bilirdik axı kalsium birinci burada su ilə reaksiyaya girəcək. Amma bizdə demir də metalı sərbəst halda çıxardar, çıxartmaz. Bizdə məhlulla reaksiya. Məhlulda kalsium gedəcək. Əvvəl kalsium hidroksid alınacaq və hidrogen gedəcək buradan. Sonra kalsium hidroksidlə sink sulfatın arasında reaksiyaya gedəcək. Ona görə burada cavabımız elə Y variantıdır. Hər kimdirsə düz yazıb. Xlorid turşusu ilə reaksiyaya girib əmələ gətirər ekvivalentli. Buradan da dəmir sinki çıxartar. Çıxarda bilməz, daha doğrusu reaksiyaya getməz. Gəldik növbəti suala. Bir xeyli sxemdir. Deməli CH4 müəyyən temperaturda parçalanıb, su əmələ gəlib, daha doğrusu X əmələ gəlib. X su ilə reaksiyaya girib Z verib. Z də özünə hidrogen birləşdirəndə etil spirt alınıb. İndi hansı qrup maddələrimiz özünə hidrogen birləşdirəndə spirtə çevrilirdi? Aldehid. Aldehid, bəli. Çünki aldehid sözünün mənası elə hidrogenini itirmiş spirt idi. Deməli Z maddəmiz bizim CH3, CHO-dur. Yəni sirkə aldehidi. Sirkə aldehidi hansı maddənin su ilə reaksiyasından alınır? Təbii ki, asetilenin, bu bizim Kucherov reaksiyamız. Deməli, burada temperatur nə qədəymiş? Temperaturu soruşsaydı. 1500. 420. 1500. İndi mən ikinci görürəm Y maddəsi. Y maddəsi də dəmir və palladium duzları iştirakında oksidləşib. Təbii ki, söhbət Metal. onda yox, etilendən gedir. Deməli, temperatur burada 550, 600 dərəcə imiş ki, etilenin də dəmir, palladium duzları iştirakında oksidləşməsindən bu maddə alınır. Deməli, biz X-i də tapdıq, Y-i də, Z-i də. İndi X, Y, Z maddələrində polyar sigma rabitə. X-in içində aydındır da, polyar sigma karbonla hidrogenin arasındadır, X2. Y-də də aydındır, karbonla hidrogenin arasındadır, yenə də 4. Gəldik Z-də biraz diqqətli olun. Hidrogen, 3-ü burada. Bu 4-ü, bu da 5-incisi. Əgər ümumi polyar desəydi, pi-ni də sayardıq. Sigmanı deyirsə, pi-ni saymırıq. O zaman elə bu variantımız da doğru variantdır. Sonra. Gəldik növbəti sual. Həcmi 1 litr olan qabda gedən X2, Y2 reaksiyasının qrafikinə əsasən tarazlıq sabitini hesablayın. Deməli, başlanğıcda Y də X də 6 imişlər. 6 bura yazıram, 6 bura yazıram. Məhsulumdan da heç nə yox idi. Sonra, tarazlıqda məhsulumdan nə qədər qalıb? 4. Y-dən də nə qədər qalıb? 4. Bu o deməkdir ki, deməli, bax, Y-in əmsalı 1-dir. 1 sərf olunanda 2. İndi buradan 4 alınıbsa, bundan 2 dəfə az Y sərf olunub. Y-lə məhsulla X-in əmsalı eyni olduğuna görə 2 sərf olunanda 2 alınırsa, 4 əgər alınanın varsa, 4 də buradan sərf olunub. Deməli, bu bizim başlanğıc, sərf və tarazlıq. İndi KT-ni tapım. KT nədir? Tarazlıq sabiti. Yuxarıda nə yazmalıyam? Məhsul. Məhsulum nədir? 4 kvadratı. Aşağıda da 2-nin kvadratı vurmaq 4. Yuxarı eləyəcək 16, elə aşağı da KT oldu 1. Sonra. Müəllim, bir də izah eləyə bilərsiniz? Hə, yaxşı. Bax, qrafikə baxırıq. Reaksiyamızı da bizə verib. 2x2 Y-lə reaksiyaya girir. Alınır 2x2Y. Deməli, başlanğıcda Y-də, X-də nə qədər olublar? 6 olublar. Bura yazıram 6, burada yazıram 6. Və bu mənim məhsulumdur. Neçədən başlayır? 0-dan. Deməli, başlanğıcda 0 olubmuş. Bu oldu başlanğıclarımız. Sonra sərf var və tarazlıq var. İndi tarazlıqda. Baxıram ki, tarazlıqda məhsulumdan nə qədər alınıb? 4. Məhsulun tarazlığı elə onun sərfidir də, yəni reaksiya nəticəsində əmələ gələnidir. İndi
Heç qrafikə baxmasam da tapa bilərəm. Baxıram ki, əgər mən 2 mol X götürsəydim, 1 mol Y, alardım 2 mol X2 Y. 4 alınıbsa, deməli 2 dəfə artıq reaksiyamda olan miqdarlardan. Bu da deməli Y-dən 2 sərf olunub, X-dan da 4. 6 var idi, 2-si sərf olunubsa 4-ü qalıb. 6 var idi, 4-ü sərf olunubsa 2-si qalıb. Və KT-nin düsturunda məhsulum yuxarıda yazılmalıdır. Məhsulumdan tarazlıqda 4 qalıb, əmsalı da 2. Deməli, Y-dən nə qədər qalıb? 4, əmsalı yoxdur. X-dan qalıb 2, əmsalı da 2. Bu da oldu. Aydındır? Aydındır müəllim. Lap yaxşı. Sonra gəldik 54-ə. Burada 20% natrium OH məhlulunun molyar qatılığı verilib, məhlulun sıxlığını istəyir və MR verir. Düzdür, əzbəri sevməsəm də molyar qatılıqda belə bir düsturumuz var. C bərabərdir rho vurmaq omega vurmaq 10 bölmək M. M molyar kütlədir burada. Buradan rho-nu tapsaq, rho bərabərdir C vurmaq M bölmək omega vurmaq 10. Şu, yerinə qoyduq. C nə qədərdir? 6. M nə qədərdir? 40. 20 vurmaq 100. 10. Bu buradan ixtisar getsin. Yuxarıda qaldı 24. 24-ü də 20-yə böləndə 1,2. Aydındır? Yəni bu düstura aid sual düşə bilər imtahana. Bu orta məktəb dərsliğində sizin 7-ci sinif dərsliyi keçmisiniz ha. Bax orada var idi bu düstur. Ona görə düşə bilər. Çünki sizin keçdiyiniz 7-ci sinifin dərsliyində həftədə bir dəfə keçirdiniz. Yəqin ki pandemiyaya düşmüşdür sizin 7-ci sinifliyi biz. Orada var. Bunun da bax, Bəli. Bax orada bu düstur var. Ona görə əzbərləyin. Bunu da OTK keçirdibsə, yaxşı olar ki, əzbərləyin. İmtahan qabağıdır, 2 həftəyə yaddan çıxmaz yəqin ki. Topluda da 1-2 sual var idi, elə çox sual Topluda görməmişdim. buna aid cəmi 2 dənə sual var. Molyar qatılıqda cəmi 2 dənə sual var. Art. Mən 49-a baxdım, metanolla etilen glikoldur. Metanolla etilen glikol. Deməli, qoy yazım onu da üstünə. Metanol olsun CH3OH. Etilen glikol. Deməli, CH2OH. Burada CH2OH. 126 qram qarışdıqdır. Onda bunun üstünə X yazım, mol. Bunun da üstünə yazım, Y, mol. Deməli, etanolun kütləsi nə qədərdir? 46 olmalıdır, səhv eləmirəmsə. Ya 32. Deməli, yox. 12 üstə gəlmək 16, üstə gəlmək 4. Bura oldu 20, 20-nin də üstünə 12, 32. İndi etilen glikolu hesablayaq. 24, üstə gəlmək 32, üstə gəlmək 6. Deməli, 30, üstə gəlmək 32, bu da elədi 62. Riyaziyyatına siz baxın, zəhmət olmasa, ki, səhv getməsin. Onda şərtə görə 32x üstə gəlmək 62y bərabərdir, olmalıdır 126. İndi 4 qram hidrogen. Hidrogenin 2 qramı 1 moldur. 4 qramı 2 moldur. Bunu yadda saxladım. 2 mol hidrogenim var. Mən bilirdim ki, bir atomlu spirtlərdən natrium neçə mol hidrogen çıxarda bilər? 1 molundan 0,5. İndi x-dırsa 0,5x. 2 atomlulardan isə 1 mol natrium, daha doğrusu 2 atomlu spirtin 1 molundan natrium 1 molda hidrogen çıxardar. İndi y-dirsə elə y mol. Yəni neçə mol spirt reaksiyaya girərsə, deməli 1 mol hidrogen çıxacaq. Və şərtə görə 0,5x üstə gəlmək y, bu da oldu nə qədər? 2. Və bu da bizim sistem tənliyimiz. Getdik. İndi neyniyək?
Kimi ləğv eləyək? Metanolun kütləsini istəyir də. Onda gəl Y-i ləğv eləyək. Y-i də ləğv eləmək üçün aşağını da 62-yə vuraq. Onda oldu 32x. Üstə gəlmək 62y. Bura oldu 126. Bu oldu 30. 62-ni 0-da 5-ə vuranda 31x. Üstə gəlmək 62y. 62-ni də 2-yə vuranda nə qədə eləyir? 124. Yuxarıdan aşağını çıxanda x qaldı 2. X molumuzdur, 2 mol. 32-ni də 2-yə vuranda elədi 64 B variantı. Aydın oldu? Bəli. Bəli. Sonra bura qurtarmamışdıq deyəsən biz. Bura nə yazmışdıq? 49 metanol, etilen qlikoz. Aha. Gəldik, yəni bunu da yazdıq, bitirmişdik. Keçdik 55-ə. 55-də bizdən nə istəyir? Bir əsaslı karbon turşusu, pi rabitələrinin sayı 2. Elə düzdür, hesablayıb da düstur da qoyub yerinə tapa bilərsiniz. Amma pi rabitə varsa, deməli bunun içində 2 dənə pi rabitə varsa, biri karbonların arasındadır, biri də karboksildə. Və verilən şərt bizə deyir, turşu molekulunda karbonun kütlə payı 50% olarsa, hesablayım görüm ki, burada 50% eləyəcək. Nə qədər karbonum var? 3 də karbonum ən sadə nümayəndəsindən başladım. 36. İndi görüm digər atomlar 36-nı verəcək. Oksigen O 32. Nə qədər hidrogenim var? 4 də hidrogenim var. Bəli, verdi. Deməli, elə söhbət akril turşusundan gedirmiş. Akril turşusunun da molekul kütləsi 36 oldu 72. Sonra bizdən nə istəyir? Alkan. Alkanların ümumi formulu 14M plus 2 bərabərdir 72. 14M bərabərdir 70-ə. M bərabərdir onda neçə? 5. Sonra doymuş aldehid. Doymuş aldehiddə gəndə kütləsi aldehidlərin ümumi formulu CN, N, O götürsək 14N plus 16 bərabərdir 72. 16N bərabərdir 56. N də bərabərdir 4-ə. Demək, söhbət C3H7 CHO yağ aldehidindən gedirmiş. Və bizdən nə istəyir? sp3 atomların sp3 karbon atomlarının sp3 hibrid orbitallarının sayını istəyir bizdən. Deməli, turşuda yoxdur. Hamısı sp2-dir. 0. Alkanda 5 də karbonum var. C5H12-dir və 5 karbonun 5-i də əgər sp3 hibrid halındadırsa, 5-i vurduq 4-ə 20. Burada bizim aldehid qrupundakı yox, amma buradakılar onlar yenə də deməli sp3 hibrid halında 3-ü də vursaq 4-ə eləyər 12. X, Y, Z cəmi bu da eləyəcək 22. Aydındır? Bu aldehidi başa düşmədim. Aldehid formuluna uyğun molekul kütləsi 72 olanı tapdım. Aldehidlərin ümumi formulunda N-in yerinə 4 yazanda deməli olur istənilən halda formulumuz belə yaza bilərik də C4H8O. Aldehidlərin də funksional qrupu budur. Deməli 4 karbondan biri budur. Yerdə qalan da CH3, CH2, CH2-dir. Burada 3 karbonum sp2-dir, 3 karbonum sp3-dür, 1 karbonum sp2-dir. Və şərt də ödəyir də alkanın Toplayanda 32 eləyir. Necə? Toplayanda 32 eləyir. 32. Hə, doğrudan ha, doğrudan. 20-nin üstünə 12 gəlib 22 yazmışam. Tüh. 32. Gedib imtahanda da belə eləyəsiz heç nə.
Adamın ürəyi partlayar, hesablayıb səhv yazmaq. Aydın oldu indi. Kimi idi deyirdi, aldehidi. Aha, tamam. Gəldik alanin. Alanin bilirik ki, yazılır. Deməli CH3, NH, yox belə yox. CH3, CH, NH, 2, COOH. Bu bizim alaninimizdir. İndi tripeptid deyirsə, mən gəlin atomların hamısını yığım bir yerə. Karbondan nə qədər var? 3. Hidrogendən nə qədər var? 3, 4, 5, 7. H7. Oksigendən nə qədər var? O 2. Əmələ gətirdiyi tripeptid molekulu üçün. Tripeptid olanda, onda mən bunu 3-ə vurum. 3-ə vursam nə olar? C9, H21, oksigen də oldu 6. Tripeptid əmələ gəlibsə nə qədər su çıxacaq? Neçə mol su? 2 mol su. 2 mol su. 2 mol suyu da çıxın buradan. Deməli azotumuz da azot yaddan çıxdı. N burada 3 dəfə olanda N də oldu 3. 3-ə vuranda. Deməli karbonumuzun sayı qaldı 9. 2 suyun içində nə qədər hidrogen var? 4. Deməli 21-dən 4-ü çıxdım, qaldı 17. 2 suyun içində nə qədər oksigen var? 2. 6-dan da 2-ni çıxdım, qaldı 4. N də qaldı 3. Bunu belə yazdım. Tripeptidimin yığcam formulu budur. Aydın deyilsə açıq formada da yazaq. Deməli tripeptidimiz olar NH2, CH, onun yuxarıda CH3, C2 qat O, NH, yenə də CH, yuxarıda CH3, C2 qat rabitə O, sonra NH, C, yuxarı bir də CH3, COOH. Yəni də saysaz eyni ədədləri verəcək bizə. Qatı nitratla sarı rəng əmələ gətirməsi üçün bunun içində olmalı idi fenil radikalı. Yoxdursa səhvdir. 17 hidrogen atomu var. Hidrogenimiz axırda 17 qalmışdımı? Bəli, qalmışdı. Burada da saya bilərsiniz. Sonra 4-cüyə baxın. Mis-2 sulfatın qələvidəki məhlulu ilə qırmızı bənövşəyi. Yadınızdadırsa, qırmızı bənövşəyi bu elə peptid rabitənin təyini idi. Hürriyet qaydası. Qaldı 33 polyar kovalent rabitə. Bunu da saya da bilərik buradan. 33-dən az olacaq burada. Polyar kovalent rabitə deyəndə hidrogenləri saydıq. 17 hidrogenimiz var. Sonra azotla karbonun arasında 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Burada da açıq yazsaq bunu. E, 27, 28, 29, 30 eləyir. 3. Burada artıqdır. Deməli, cavabımız olur 2, 4. Aydındır? Demə qaranlıq qaldı uşaqlar. Bax, bu peptiddən sual olacaq sizdə. Ona görə kimdə nə qaranlıq qaldısa hansı hissə, bir dənə də üstündən gedək. Hamıya aydınsa keçək növbəti suala. Yaxşı. Mən bundan çıxa bilərəm. Kimdir deyən? Kimdir icazə istəyən? Sınırım. Yaxşı. Sağ olun. Sağ ol. Gəldik növbəti suala. Deməli, qlukozanın qıcqırması 3 məhsul alınan da hansılar idi? Yağ turşusu. Yağ turşusu. C3, H7, COOH, sonra alınırdı karbon qazı və hidrogen. Oxşar məhsul bir dənə karbon qazıdır. Deməli, Y karbon qazıdır, X yağ turşusudur, Z də hidrogendir. 2 məhsul etil spirti. Oradan yadda saxlayaq. İndi deməli YCO2-dirsə, C2H5OH da bizim oldu T maddəmiz. Və bir maddə süd turşusu. CH3, CHOH,
OOH. Molekulunda pi rabitələrin sayı. Kimin içində bir dənə pi rabitə var? Süd turşusu ellə idi. Bura eli yazım. Bir dənə də yağ turşusunun içində bir dənə pi rabitə var. Yağ turşusu da X idi, X-i da A-nın. Deməli Y, A bura getdi. A. Sonra kimin içində 2 dənə pi rabitə var? Karbon qazının içində. Yox, başqa heç kimin. Bu da karbon qazı da Y ilə işarə eləmişik, o da 1-də. Kimin içində pi rabitə ümumiyyətlə yoxdur? Pi rabitə yoxdur. Hidrogenin içində Z ilə işarə eləmişdik, yəni C və etil spirtinin içində, yəni T ilə işarə olunmuşdu, doldu D. Burada sadəcə məhsulları yazıb diqqətlə uyğunlaşdırmaq və gəldik sonuncu situasiyamıza. Deməli, eyni kütlədə götürülmüş kalsium və karbonun reaksiyasından. Kalsium üstəgəlmək karbon. Bayaq da bunu yazdıq. Alındı nə? Kalsium karbid. Bura düşdü 2. Deməli, ora yox. 40 24 ilə reaksiyaya girib əmələ gəlirdi 62. 62. İndi əgər bizə başlanğıcı 10 veribsə və bizə deyir ki, X maddəsi alınır, X maddəsinin üzərinə su əlavə etdikdə kalsium karbid üstəgəlmək su alındı. Kalsium hidroksid üstəgəlmək C2H2. Əmsallaşdıranda bir də bura 2 düşdü. X maddəsinin üzərinə su əlavə etdikdə deməli Y qazı ayrılır. Bunu yazdıq. İkinci reaksiyanın tənliyini yazdıq. İndi bax ikisini də 40 götürsəydim, yəni çox olandan götürərik də. Karbondan nə qədər artıq qalır ikisini də 40 götürəndə? 16 qram karbon artıq qalar. Artıq. İndi ikisini də 10 götürmüşəmsə, yəni 4 dəfə az, onda bunu 4 dəfə az, yəni 6 qram sərf olunacaq karbon və alınacaq burada deməli nə qədər? Onun kütləsi 64 deməli. Hə, 64 doğrusu. Deməli, bax bunu 4 dəfə azaltmışam. Bu da 4 dəfə azaldı. Onda elə bu da 4 dəfə azaldı, oldu 16 və artıq qalan kütləm də 4 dəfə azaldı, oldu 4. Deməli M 4-dür. N də burada 6,4-dür. Sonra M-i tapdıq, N-i tapdıq. Deməli, sonra nə qaldı? Kimyəvi formul Y maddədəki C2H2, adı da ki, beynəlxalq nomenklaturaya görə etil. Yaxşı. Bu sınağa gedən olmuşdu sizdə? Onlayn qoşulan olmuşdu? Orada N niyə 6,4 oldu? N niyə 6,4 oldu? Məhsulumuzun kütləsidir də. Bax, əgər belə deyim, 10 qram kalsium sərf olunubsa, bax 40 qram kalsium 24 qram karbonla reaksiyaya girib 64 qram kalsium karbid verirdi. İndi kalsiumu əgər 10 götürmüşəmsə, yəni 4 dəfə az, onda karbon da 4 dəfə az sərf olunar, 6. Reaksiyaya girən maddələrin kütlələri cəmi reaksiya nəticəsində bir dəqiqə, mən 6,4 niyə yazdım mən? 16 çaşdım. 6,4 yox, 16. 16. 4 dəfə azalır. Reaksiyaya girən maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddənin kütləsinə bərabərdir. Oldu 16. Bildim. Tamam. Sağ olun. Yaxşı. Oldu. Sağ olun. Sağ olun müəllim. Növbəti dərsin tapşırıqları, əslində Sağ olun. tapşırıqlarınız qalıb, yoxlamamışam. Növbəti dərs hər ikisini yoxlayarıq. Oldu. Sağ olun.